Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə sizdən xahiş edirəm bir hüquqşünas kimi və əlil arabasında olan şəxs kimi, eyni zamanda əlil təşkilatının rəhbəri kimi xahiş edirəm ki, bu videonu bəyənin qoy hamı bilsin. İnsanlar hər bir ki, uşaq pulu verilmir və ondan iş bitdi, yalnız sosial yardım ala bilər. Xeyr, başqa ödənişlər də var, uşaqlara verilir. Məsəl üçün, sosial yardım alan ailə, uşaqların bir yaşına qədər hər uşağa 100 manat ödəniş olur. Sonra ana məzuniyyətə çıxıbsa, uşağın belə deyək də, yaş yarımına qədər 44 manat ödəniş olur. Sonra 3 yaşına qədər 28 manat ödəniş olur. Sonra belə deyək, arabasının itirini və müavinət olur. Və digər müavinətlər var, hörmətli izləyicilər. Qoy onu hamı bilsin, zəhmət olmasa. Yəni düşünməyin ki, ancaq ki, yəni uşaq pulu verilməsi qutarı getdi, sosial yardımdır, bir də əmək haqqıdır, yox. Bir də pensiya müavinəti. Xeyr, 17-dən yuxarı belə deyək də müavinət növbələri var. Hörmətli izləyicilər, nəzərə alın. Ətraflı məlumat üçün mənim telefon nömrəm videonun izahı yerinə qeyd olunur. Eyni zamanda YouTube kanalı şart bölməsində istənilən videonun üzərində var. Hətta ailə başçısının itirmiş şəxs ailə başçısının pensiyasını ala bilər. Bəzi şəxslər deyir ki, yəni arvad məsələsinin ailənin pensiya yaşına gəlib çatdırılır, amma uşaqlar yox. 18 yaş, bir də 20 yaşına qədər ala bilər müəyyən hallarda. İndi o hallar barədə danışacağıq. Deputat aydın məlumatı verib. Bu barədə Vüqar Bayramov, millət vəkili YouTube kanalına məlumat gedib. Qulaq asaq hamımız bir yerdə. Bir daha deyəm, zəhmət olmasa bəyənin qoy hamı bilsin. Bir də mənə dəstəkləsin YouTube kanalına abunə olun. Hörmətli izləyicilər. Bir dəqiqə indi qulaq asaq. Statistikaya bax. İllərlə çalışırıq ki, gələcəkdə pensiya da ala bilək, amma bəzən insan pensiya yaşına çata bilmədən dünyadan köçür. Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə dünyasını dəyişənlərin 41,8%-nin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu, yəni 50,4%-i yaşa görə pensiya yaşına, yəni 65 yaşına çatmayıblar. Maraqlıdır, bu halda pensiya kapitalının aqibəti necə olur? Həmin puldan istifadə. Fikir verirsiniz, insanların təxminən 50% belki ümumi götürəndə, yəni pensiya yaşına gəlib çatmır. Böyle bir problemdir. Ona görə mən hesab edirəm ki, təzədən baxılmalıdır. Bugün qulaq asmağa davam edək. Hansı hallarda mümkündür? İşin peşəkarından istərdim bu sualları soruşaq. Hazırda canlı bağlantıda Milli Məclisin üzvü Aydın Hüseynov bizi gözləyir. Salamlayıram sizi Aydın bəy. Salam. Aydın bəy, pensiya kapitalının aqibəti necə olur? Az öncə qeyd etdiyim hallar baş verdiyi halda. Yəni həmin puldan istifadə hansı hallarda mümkün olur? Məlumdur ki, vətəndaşlarımızın pensiya təminatı dövlətin əsas sosial siyasətinin əsasındadır və bu sahədə getdikcə qanunvericilik daha da möhkəmləşir, təkmilləşir və bir daha qeyd edirəm ki, hər bir atılan addım vətəndaşın marağının ifadəsinə hesablanıdır. Və bayaq da siz qeyd etdiniz, dünyasını dəyişən insanların sonraki pensiyası kimə çatmalıdır, hansı şəkildə olmalıdır? Əlbəttə, bu da qanunla tənzimlənir və məlumdur ki, ailə başçısını itirən şəxsə hansı pensiya çatacaq? Deməli, ailə başçısı əgər pensiya yaşında olub, deməli, dünyasını dəyişərsə, onun birbaşa pensiyası həyat yoldaşına və eyni zamanda deməli, onun ailə və ailə üzvlərinə. Bu ailə üzvləri də yaşı 18-ə qədər olanlardır. Əgər ailə üzvlərinin evlatlar və ya da bu ailə üzvünə daxil olunan şəxsin 23 yaşına qədərdirsə, tələbədirsə və gündüz təhsil alırsa, həmin o deməli ailə üzvünə o pensiyalar çatır. Məlumdur ki, indi əmək pensiyasının minimum həddi 320 manatdır. Əgər deyək ki, öz dünyasını dəyişir, onun pensiyası həyat yoldaşına çatmalıdır. Bayaq dedik, əgər həyat yoldaşı 320 manatdan çox pensiya alarsa, o 320 manat yox, o deməli, yuxarı hədlə olan məbləğ olan pensiyanı alır. Yəni, seçim onun özünüdür. Pensiyalar isə məbləğ isə ailə üzvləri arasında bölüşdürülür. Yəni, necə bölüşdürülür? Buna da bir qədər aydınlıq gətirək.
Aydın bəy. bir rəqəm götürək. Deməli, tutaq ki, dünyasını dəyişən bir kəs 500 manat pensiya alırdısa, ailə üzvləri, yəni o ailə üzvləri hansı ki, yaşı bayaq dedik 18-dir, əgər 18-dən yuxarıdırsa tələbədir, 23 yaşa qədər gündüz oxuyur və yaxud da deməli o ikinci və yaxud da birinci qrup əlildir. Əgər o ailə üzvlərində ümumi bu kateqoriyaya daxil olunanların da sayı 5-dirsə və alınan pensiya isə 500 manat idi. Yəni bu 500 manat bu ailə üzvləri arasında bölünür. Yəni hər birinə 100 manat çatır. Yəni ailə üzvləri arasında bölünür. Ailə üzvləri arasında bölünür. Ancaq məsələ budur ki, bu pensiya bir nəfərə aid olunur. Tutaq ki, anaya ya və yaxud da ana rəhmədə gedir. Yəni anaya aid olunur. Bu ana isə bunların arasında əgər istəsələr rəsmi tərzdə bu bölgü gedə bilər. Yəni hər birinə nə qədər düşürsə, onlar tutaq ki, öz kartlarını aça bilərlər. O kartlara o 100 manat daxil ola bilər. Yəni bizdə əsas ailə üzvlərinə bölünmür, onda belə çıxır. Həyat yoldaşına verilir. Həyat yoldaşının razılığı olduğu təqdirdə bölünür, sizin qeyd etdiyiniz kimi. Digər ailə üzvlərinə də rəsmi formada bölünə bilər deyirsiniz. Aha. Bəs yaxşı, ölməmişdən öncə deyək, həmin şəxs başqa bir müavinət alırsa, ya yaşa görə, ya da əlilliyə görə, onda bəs vəziyyət necə olur, Aydın bəy? Deməli, yenə burada belədir. Deməli, bu ailə 80% həcmində bu pensiyanı ala bilər. Yenə deyirəm ki, əgər ailənin, tutaq ki, ailə başçısını itilib, digər həyat yoldaşının pensiyası ondan aşağıdırsa, bu yuxarı həddə ala bilər. Seçim onun özündür. Ancaq digər kateqoriyalı pensiyalar var. Tutaq ki, dövlət qulluqçudur, hərbi qulluqçu olub, tutaq ki, Daxili İşlər Nazirliyi sistemində işləyib, polis sistemində işləyib. Bu sahədən əgər pensiyaya çıxıbsa, əlbəttə bu sahədə çalışan insanların pensiyaları yüksək olur. Onda isə deməli bu həmin pensiyanın 80%-ni ala bilər. Təşəkkür edirəm sizə, Aydın bəy, məlumatınız üçün. Canlı bağlantıda Milli Məclisin üzvü Aydın Hüseynov idi. Hansı məsələdən bir qədər danışdıq ki, bəzən düzdür, biz istəyirik ki... Mən burada bir əlavə etmişdim. Fikir verirsə, dedi uşaqlar 18 yaşı, bir də 23 yaşına qədər abi. Amma bir məsələ nəzərə alın, hörmətli icazə. Əgər uşaq birinci qrup əlildirsə və yaxud da ikinci qrup əlildirsə, onu sonsuza qədər alacaq. Yəni o yaş məhdudiyyəti oradan götürür. 23 yaş ona şamil olunmur. Yalnız normal uşaqlara şamil olunur. Təhsil alırsa 23 yaş, təhsil alırsa 18 yaş. Bunu nəzərə alın. Dediyimə görə əlilliyə valideyn müavinət alırsa, həmin müavinətdə uşağa 80% həcmində verir. Və yaxud ata dövlət qulluqçusu əgər pensiya alırsa, onu hesab edib onun 80% verəcək. Yox, minimum pensiya alırsa, minimum pensiyanın hamısı verəcək, hörmətli icracıyam. Bunu nəzərə çatdırmaq istəyirdim. Pensiya kapitalımız toplansın, pensiya yaşına çatana qədər, ancaq bəzi hallarda elə olur ki, həyatını itirənlər olur. Bu zaman həmin o pensiya kapitalından kimlər və necə istifadə eləyə bilər, bunu bir qədər danışmağa çalışdıq Aydın bəylə. Son bir xəbərimiz də var, onu diqqətinizə... Aydın bəy məlumat verdim. Mənə deyəcəyim, bu qədər əkinci dediyim kimi ətrafı məlumat istəyirsə, mənim telefonuma YouTube kanalına videonun uzaq yerində və ya YouTube kanalına videonun şatı bölməsində istənilən videonun üzərində qeyd olun. Hörmətli icracı. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonda hüququn məsləhətin verilməsi 10 manatdır. Bunun əlavə ərcələri yazın, e-mail, WhatsApp ünvanına göndərəm. Diqqətinizə görə çox sağ ol. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda mənə dəstəkləsin, YouTube kanalına abunə olmağı unutmayın. Çox sağ olun. Sağ olun.